diyebileceğim sorular verilir. Buranın Hanım Devlet Üniversitesi talebesidir ve yanlışlar, yani işten sonra kendi akademiyanın Cemil Canarı'nın merkezinde inmiştir. Ve o dönemde onun belki de yıldan çok mebale karşıladı. Yani yerli merkezinde olmalılardı. Ben bunu şahidiyim ve bir necəsinden müşterek belirleyip o dönemden geliyor. Ve Nara Hanım'da ancak bu araştırdı ki belə bir möhtəşəm, yani sizin mesleğinizin teşekkür ederim. Demek biz indi bayağı qeyd olunan kimi sənətkar olduğumuza göre, sənətimizlə bağlı olduğuna göre hayatını sergilerde geçirir. Ancak bayağı yoldaşlardan bir neçizdə vurgulandı. Belə möhtəşəm sergi görməmişdik. Çünkü hem zengin burada material kullanıp, o öncənin həyatı fəaliyyətinə bağlı, hem de çok güzel ve təşkil edilir. Buna göre ben siz başta olmalı, hizmetlerinizi bildirəm ve eyni zamanda Eylül merkezinin bütün kaliyyətini, bütün zəhmətini korumak. Çok danışmayacağım. Bayağı ileriki dostlarla da qeyd elədik ki, bu öncələr için görüşlərimiz arasında olursa xoşbəxt insandır. O xoşbəxt insanlardan hesab edirəm ki, biri də mən. Çünkü o vaxtlar mənim təxminən 35 yaşım var idi. Bu öncələrlə 3 dəfə görüşüm olub. Onların o vaxt olan iki hadisəni qısaca demək istəyirəm. Birincisi, deməli, bilirsiniz ki, Dədə Qorqudun el yazması prezidentdən Fransızlar arasında saxlandı. Bunun faksimilesini çıxardıb bu önderinin üçün göndərmişdilər. O vaxtı Mədəniyyət Naziri Polat Buyruğu mənə müraciət edildi ki, bəs metallarla üzrünü hazırlamaq lazımdır. Və hazırladım, yaşlı nəsilin diqqətindədir, televiziyada bu geçirilən bu təqdim olundu və orada Polat Buyruğu qeyd edildi ki, bəs faksimileni Almanya'dan gönderdiler, yüzgünlüğü ise Cemcirli Kutular şahit. Çok hoşuna geldi ve onun oradaki oradaki karmanı dedi ki bu çok güzel bir iş değil. Ben bunu Kırgız kitaplarında saklasam, gözümde saklasam, bu biraz evvelesi diyor. Bunu hansısa müzeye vermeye lazım ki bütün kavramı bunu görsün. Ve Anar Mərmin Kərifindən el yazmalar onda olan vaxt o yüksək keyfiyyət istəsin də günah öyrənlərdir, əgər bir açanında qalsın, onun xalqının yemək istifadəsi var. İkinci, növbəti bir də sərgidə görüşdüyüm rəssamlarla bir qədər söhbətdən sonra dedi ki, nə kimi problemlərdir? Və orada rəssamların hükümlətində mən bildirdim ki, biraz imalatına problemlərdir. Dediyim bir deyilikdə sözdür. İnanırsınız, bir ay geçmədi, sərəncam verir ki, Azərbaycanında nə qədər imalatına var, rəssamlar başlaması. Yəni, müşahidəsiniz. Bunu ancaq o bildir. Və İlham Əliyev cənablarda bir növ elə bilir ki, o əmələn taban kimi belə bir sərəncam verir ki, Bakıda, Naxçıvanda və Gəncədə müasir imalatxanalar tikilib, rəssamların istifadəsini verir. Bu çox böyük sənətlərlə verilir. Və bir məsələni mən qeyd eləmək istəyirəm ki, Azərbaycan tarixində baxıraq bu öndə, bu hər adama qismət olunur, bu ağızda. Bunun xalq məhəbbəti yüksəliyə və Azərbaycan xalqının ürəyində heydərən yaşır. Və qarşıda gələn bayramlar münasibətilə mən hər gün təbrik edirəm və Cənab Prezidentimizə də uğurlar, aydın məsələdir ki, Azərbaycan xalqı sözünü deyəcək, buna heç kəsin şübhəsi yoxdur. Uğurlar diləyirəm və bir daha minnətdarlığını bildirəm ki, bu fərqlə məni də dəvət edirsiniz və icazə versəniz bunu Nurayın Hanım'a təqdim edirəm. Çok sağ olun Ergan Hanım. Ergan Hanım dedi, Ulu Önder'in zamanında ressam oldu. Bilirəm, memar işarələri Memar. Çok sağ olun. Her birinize değerlilere teşekkür ediyorum. Zaten ben fikirleşmekle arkadaşlık şansımızı geniş bulunmalı. Ve orada küçük bir şey yansıtlarımız var. Serbest olabilirler ve herkes biraz
Bir daha sağ olun. Sağ ol. Sağ olun. Pirinç dakikası bakıyorum. Bir resmini çekelim. Bunlar